10 may 2026-cı ildə DİM-in blok fənləri üzrə keçirdiyi sınağa baxırıq. Birinci sualda hansı mülahizə səhvdir? Bütün xordallarda ürəyə rast gəlinir. Doğru fikir deyil. Xanı balığında cüt üzgəclərin sayı tək üzgəclərin sayına bərabərdir. Düzdür. Göl qurbağasının ontogenezi zamanı əvvəlcə arxa, sonra ön ətrafların sümüklərə əmələ gəlib. Doğru. Göl qurbağasının bilinciyində şırın və qırışlara rast gəlinir. Zolaqlı kərtənkələ sürünənlərə, göl qurbağası suda quruda yaşayanlara aiddir və onların bilincində şırın və qırışlara rast gəlinmir. 4 səhv variantımızda 1 və 4 A variantı. Qısa bir müddət ərzində antropogen təsir nəticəsində göldə olan bütün eukaryot protistlər məhv olmuşdur. Həmin göldə ilk növbədə hansı maddələrin miqdarı azalar? Protist məhv olubsa, deməli fotosintez edən hər hansı bir bitki hüceyrələri məhv olub deməkdir. Bu fotosintezdə əgər məhv olursa, belə deyək, protistlər çünki məhv olub, bu deməkdir ki, oksigen miqdarı azalıb. Üçüncü sual. Deməli, bir çiçəkli bitkidir, meyvəsi qutucuqdur və çiçəkləri 6 erkəkcilidir, amma ikiləpəli bitki deyil. 1-ə deməli, erkəcə 6, meyvəsi qutucuq meyvə olan sarımsağı misal göstərə bilərəm 1-ə. İkinci bənddə ikiləpəli bitki olmalıdır. Çiçəkli bitkidir, eyni zamanda ikiləpəli bitki olmalıdır və meyvəsi qutucuq meyvə olmalıdır. Məsələn, badımcan çiçəklərdə petunyanı misal göstərə bilərəm, tütünü misal göstərə bilərəm. Üçüncü bənddə isə çiçəkləri yenə 6 erkəcikli olmalıdır və ikiləpəli bitki olmalıdır. Bu da hal-hazırda xaç çiçəklər vəsiləsindən olan quduz otu və çöl xardalını misal göstərə bilərəm. A və C. 1-ə D, 2-yə B, Y, 3-ə A, C, B variantı. Dördüncü sual. Fərdi seçimi haqqındadır. Deməli, biz bilirik ki, fərdi seçimi öz-özünə tozlanan bitkilərdə və daha çox heyvandarlıqda tətbiq olunur sağ qədlərin alınması üçün və eyni zamanda burada resessiv mutasiyaların üzə çıxma ehtimalı daha çox olur. Dördüncü bənddə resessiv mutasiyaların üzə çıxma ehtimalı azdır, deyir, səhv deyir. 4 mənim səhv variantımdır. Sağ xətlərin alınması ilə nəticələnə bilər fərdi seçimə düzdür. İki evli bitkiləri tətbiq olunur. Xeyr, oluna bilməz. Niyə? Çünki iki evli bitkilərdə bir ağacın üzərində ya erkəkcik olmalıdır, ya da dişicik olmalıdır. Amma fərdi seçimə öz-özünə tozlanan bitkilər tətbiq olunur. Öz-özünə tozlanan bitkilər isə mütləq bir evli olmalıdır. Bir səhv variantında cavab 2, 3. C variantı. İnsanda irsi xəstəliklər hansı hüceyrələrlə nəslə ötürülür? Təbii ki, qametlər vasitəsilə cinsi hüceyrələrlə nəslə ötürülə bilər. 6-cı sual. Bədən temperaturu verilib, xarici mühitin temperaturundan asılı qrafikidir. Biz bilirik ki, quşlar və məməlilər xarici mühit temperaturundan asılı deyil, amma xarici mühit temperaturundan asılı olanlar suda quruda yaşayanlar sürünənlərdir. A variantında, A bəndində gördüyümüz şəkil balığın ürəyidir. B-də quşun beynini görürük hal-hazırda. Quş, çünki quşların beyinciyi qırışlıdır, üstü tərəfdə yerləşir bu formada. D-də suda quruda yaşanan qan damar sistemini görürəm. C-də sürünənin beynidir. 7-də sol məndəcikdən sol artı göstərirsə, bu da insan, yəni məməllərə aiddir. Deməli, xarici mühit temperaturu 2 bizdə quşlar olacaq. Nəyə görə? Çünki məməllərin bədən temperaturu 36.6-40 arası olur, amma quşlarda 40-42 olur. Şəkildə də gördüyümüz kimi ikinci daha yüksək temperaturda olduğuna görə mən bilirəm ki, artıq bu quşdur. 3 isə məməllərə aiddir. Daha sonra necə qura bilərik? Yaza bilərik 1, 2, 3. 1-ə aid edə bilərik balıqları. Çünki balıqların xarici mühit temperaturundan asılıdır bədən temperaturu. 1-ə gedəcək A, eyni zamanda suda quruda yaşayan D və eyni zamanda sürünən C gedəcək. 2-yə gedəcək quşlara B variantı. 3-ə də gedəcək Y variantı. 1 A, C, D, 2 B, 3 Y. Buğdanın dəm meyvəsində qida maddələrinin endospermdən rüşeymə birbaşa nə vasitəsilə daxil olur? Deməli, endospermdən rüşeymə birbaşa nə vasitəsilə daxil olur? Birləpəlilərdə biz bilirik ki, buğda birləpəli bitkidir və birləpəlilərdə ləpə yarpağının funksiyasını yerinə yetirir. Ləpə yarpağının funksiyasını nə yerinə yetirir? Qida maddələrinin endospermdən rüşeymə ötürmək. Yəni, cavabımız ləpə yarpağı. Amma ikiləpəlilərdə isə ləpə yarpağı ehtiyat qida maddəsi toplayır. Formalaşmış nüvəsi olmayan canlılara aiddir. Formalaşmış nüvəsi olmayan canlılar, yəni prokaryotlara aid olan xüsusiyyətləri biz seçməliyik. Parazit formalı infeksion xəstəlikləri səbəb olan maddələr sintez edir. Edə bilər, bəli. Çünki bəzi tutaq ki, götürək bakteriyaları, prokaryotdur. Onlar bəzi infeksiyaya səbəb olan maddələr ifraz edə bilər. Bir doğru variantımdır. Hüceyrələrdə membransız orqanoid rast gəlinmir deyir. Xeyr, ribosoma rast gəlinir. Gəlinmir deyir, səhv variantımdır. 2-ni çıxırıq biz. Bəzi hallarda antibiotiklərə davamlı formalar meydana çıxır. Bəli, necə davamlı formalar? Tutaq bəzi parazitlərə qarşı antibiotiklər qəbul edirik və o qədər çox qəbul edirik ki, antibiotiklərə artıq həmin o parazitlərin davamlı formaları meydana çıxır. Bir çoxlarının patogenliyi epitel hüceyrələrinə daxil olmaqla əlaqəlidir. Doğrudur. Çünki parazitlərdir və parazitliyini göstərmək üçün epitel hüceyrələrinə daxil olmaqla əlaqələnir. 1, 3 və 4. Cavab D variantı. 5-ci bənddə deyir, bütün parazit növlərində xarici membranın səthi strukturların tərkibi eynidir. Bütün parazit növlərdə xarici membranların səthi təbii ki, eyni ola bilməz, fərqlidir. Necə ki, bakteriyalar fərqlidir, onlar xarici membranlarda fərqli olacaq. 9. İnsanda görmə siniri gözün hansı qişasından başlanğıc götürür və onun çıxdığı yer necə adlanır?
Təbii ki, kör ləkə adlanır bu və işıq şüaları sinir impulslarına işıq şüalarını sinir impulslarına çevirən qişadan, yəni kör ləkədən başlanğıc götürür. Cavab C variantı. 10-cu suala baxaq. Topluluqda da var bu sualda. Deməli, hal-hazırda orta hədd qalıb və kənarlar çıxış olunub. Biz bilirik ki, hərəkət verici seçməyə aiddir. Təbii seçmənin sxemdə göstərilən formasına aid olanları müəyyən edin. Deməli, birinci bənddə populyasiya üçün səciyyəvi olan əlamətin orta göstəricinə malik fərdlərin kənar edilməsi. Bu hərəkət verici seçmədədir. Dediyim kimi, orta hədlər, qalan kənarlar çıxış edilir və hərəkət verici seçmədə yeni fərdlər əmələ gəlir populyasiyada. Az və ya çox dərəcəli sabit şəraitdə populyasiyaların bir çox illər ərzində dəyişməz qalması, xeyr, iri sənaye rayonlarında kəpənəklərin tünd rəngli formalarının açıq rəngli formalarını sıxışdırması da hərəkət verici seçmədədir. 3 və 5. Fırtına zamanı İngiltərədə uzun və qısa qanadlı sərçələr məhv olması bu xeyr aid deyil. 1, 3 və 5. C variantında 1 görünmür, düşüb ya yox. Çox güman ki var. 1, 3, 5. İnsanda ağciyər qovuqcuqlarında qazlar mübadiləsi zamanı aşağıdakılardan hansı baş verməz? Ağciyər qovuqcuqlarında qazlar mübadiləsi gedəndə alveollardakı oksigen qana, karbon qazı isə təkrar alveollara keçir. Oksigen difüziya yolu ilə qan plazmasına keçir. Düzdür. CO2 difüziya, karbon qazı yəni difüziya yolu ilə ağciyər qovuqcuqlarına keçir, bəli. Venoz qan arterial qana çevrilə bilər, bəli. Qanda oksigenin qatılığı artmağa başlayır, bəli. Qanda oksigenin qatılığı artır, amma ağciyər qovuqcuqlarında oksigenin qatılığı azalır, artmır. E variantı səhv variantı idi. 12-ci sual maraqlı sualdır. Qrafikdə diploid bitki, çiçəkli bitki verib, qrafiki verilib. Daha doğrusu spermlər rüşem kisəsinə daxil olduqdan sonra, deməli, 2 N və 2 dənə sperm. Yalnız ana bitkinin irsi əlamətlərini daşıyan hüceyrələrin sayının, yalnız ana bitkinin irsi əlamətlərini daşıyan hüceyrələrinin sayının zamana görə dəyişməsi göstərilmişdir. Verilənlərə əsasən uyğunluğu müəyyən edin. Əvvəlcə xromosom dəstə haploid olan hüceyrə mayalanmışdır, yəni yumurta hüceyrə, vegetativ hüceyrə nüvə rüşem kisəsinə daxil olmamışdır. Aha. 0 T1 zaman intervalında baxırıq. 0 T1 zaman intervalında 7 hüceyrə var. Əgər 7 hüceyrə varsa, 1, 2, 3, 4, 5, 6, 7. 7 hüceyrə var. Deməli, baxaq. Rüşem kisəsində diploid xromosom dəstinə malik bir hüceyrə var. Rüşem kisəsində diploid, bəli. Baxın, 1, 2, 3, 4, 5, 6, 7. 7 hüceyrə var və rüşem kisəsində diploid xromosom dəstinə malik bir hüceyrə var. Bəli, 1-ə A variantı gedər. Daha sonra 2-də T1, T2 zaman intervalı. B-ni də oxuyaq. Rüşem kisəsində haploid xromosom dəstinə malik 8 hüceyrə var. Haploid, axı bizə şərtdə dedi, spermlər rüşem kisəsinə daxil olandan sonra. Deməli, bəli, B variantı da A-ya gedəcək. Niyə? Birinciyə gedəcək. Niyə? Çünki spermlər burada var. 2 sperm, 3, 4, 5, 6, 7, 8 hüceyrə var. Mayalanma getməmişdən əvvəl. Çünki rüşem kisəsinə daxil olub spermlər. Bəli, B variantında mən A-ya götürə bilərəm. 0 T1 aralığına qeyd edə bilərəm. İkincini oxuyaq. T1, T2 zaman aralığında 7 hüceyrədən 6-ya enib. Yəni 7-dən 6-ya enib. Deməli, spermlərin biri dediyi kimi irsi ana bitkinin irsi əlamətlərini daşıyan hüceyrələrin sayı deməli 7-dən 6-ya düşübsə və dediyi kimi, şərtdə dediyi kimi əvvəlcə xromosom dəstə haploid olan hüceyrə mayalanıb deyirsə, deməli bunlar ikisi mayalanıb. Spermin biri bir dənə yumurta hüceyrəni mayalandırıb. Olub 2N. Oxuyaq. Zigot əmələ gəlib, bəli. Rüşem kisəsində diploid xromosom dəstinə malik 2 hüceyrə var. Bəli, yumurta hüceyrə mayalandı. Spermdən oldu 2N zigot və eyni zamanda 2N mərkəzi hüceyrə. Rüşem kisəsində həm ata, həm də ana bitkinin irsi əlamətlərini daşıyan bir hüceyrə var. Bəli, zigot həm ana, həm də ata bitkinin irsi əlamətlərini daşıyan bir hüceyrə sayılır. Çox maraqlı sual idi. 1-ə A, B, 2-yə C, D. 13-cü sual X və Y verilib. X sudur, yəni ksilema boruları.
Y isə flema borularını göstərir. Flema boruları canlıdır, ksilema boruları ölü hüceyrələrdən təşkil olunub. Daha sonra oxuyaq. Liflər əmələ gətirir. Liflər əmələ gətirir, düzdür. Yəni, ümumi olanı müəyyən edək. Aha, ümumi olanı. Flema lifləri əmələ gətirir. Flemada mövcuddur. Təbii ki, Y. Hüceyrələri ölüdür. X-in hüceyrələri ölüdür. Y də canlıdır, ümumi deyil. Yarpağın damarlarına daxildir. Bəli, hər ikisi yarpaq damarlarında var. Hüceyrələri canlıdır, flema. Ümumi cəhət yarpaqların damarlarına daxil olmaları. 14-cü şəkil, sxemə əsasən doğru kəsişməni müəyyən edin. Qaraciyər sorucusu qeyd olunub. Deməli, bir də əsas sahibə manti boşluğuna malik olur. Əsas sahibi xeyir. 2-də aralıq sahibinin bədəninə daxil olan sürfə bilavasitə əsas sahibinin bədənində əmələ gəlir. Ümumiyyətlə, aralıq sahibinin bədəninə daxil olan kirpikli sürfədir. O əsas sahibinin bədənində əmələ gəlmir. Daha sonra biz bilirik ki, qaraciyər sorucusunun əsas sahibi qaramol və insan ola bilər. Aralıq sahibi isə kiçik göl ilbizidir. Əsas sahibi ikinci siqnal sisteminə malik ola bilər. Bəli, ola bilər. 3 doğru variantımdır. Əsas sahibinin bədəninə daxil olandan sonra inkişaf mərhələsi aralıq sahibinin bədənindən kənarda əmələ gəlir. Düzdür. 3 və 4. Y variantı. Səhv etmirəmsə, burada 3 və 4 Y variantındadır. 15-ci sual. Yaşıl quş mamırının inkişaf mərhələsinin mərhələlərində diplod xromosom dəstə malik hüceyrələr ola bilər. Hansında diplod xromosom? Yaşıl quş mamırının yetkin fərdi haploid, qametlər həmişə haploid, protonema haploid, spor haploid. Burada diploid olan qutucuq və zigotdur. Niyə qutucuq diploiddir? Çünki qutucuq zigotdan inkişaf etdiyinə görə diploiddir. 3 və 4. C variantı. 16-cı sual tətbiq eləyək. 3n plus 1 düsturu ilə biz qabırğaların sayını tapa bilərik. 31-ə 3n bərabərdir 30, n bərabərdir 10. Təqərlərin sayıdır. Qabırğalar olacaq 20. Daha sonra 3n plus 1 bərabərdir 37. 3n bərabərdir 36. N bərabərdir 13. O da eləyəcək 26. Qabırğa ikincidə oldu 26. Üçüncüdə 3n plus 1 bərabərdir 40. 3n bərabərdir 40-dan 1 çıx 39. N bərabərdir daha doğrusu burada 24 edir. Üzr istəyirəm. Burada isə 26 edəcək. 24. Burada etdi 24, burada etdi 26, burada da 20. Onların cəmi edəcək 26, 24. 0, 6, 1, 7. 70. Qabırğaları həmişə bu üsulunu tapa bilərsiniz. 3n plus 1 üsulunu yadınızda saxlayın. Deməli, 16-17-ci suala baxaq. Verilmiş qrafikdə T anında sonraki dəyişmələri səbəb olan hormonların düzgün göstərildiyi sıranı müəyyən edin. Deməli, baxaq. Birinci cədvəlimizdə bizim qanda kalsiumun miqdarı T1 aralığında 10. İkinci zamanda, deməli, qalxan bənzər vəzidə. İkincidə qanda qlikozanın miqdarı azalıb T1 zaman aralığında. Deməli, qanda qlikozanın miqdarı azalıbsa, insulin hormonu ifraz olunmaya başlayır. Üçüncü cədvəldə isə T1 zaman aralığında yenə qaraciyərdə glikogen miqdarı, qaraciyərdə glikogen miqdarı azalırsa qaraciyərdə, deməli qanda qlikozanın miqdarını artıran glikogen hormonu olmalıdır. C variantı. 18-ci sual. Xaçlı örümçək və kələm kəpənəyi birinci dərəcəli konsumentdir, birinci dərəcəli konsumentdir, birinci dərəcəli kələm kəpənəyi kitab şəkilli ağciyərlərə malikdir, bu hörümçəkdir. Yazarıq. Düzünə inkişaf edən canlıdır, düzünə inkişaf edir xaçlı hörümçək. Amma inkişafı tam çevrilmə yolu ilə gedən kələm kəpənəyidir. İfrazat sistemi həzm sistemi ilə əlaqəlidir hər ikisində. Çünki kəpənək də buğmayaqlarda aiddir. Hörümçək də hər birində ifrazat sistemi həzm sistemi ilə əlaqəlidir və hər ikisinin boru şəkilli ürəyi var. Buğmayaqlar sinifində bütün həşəratların əksəriyyətində
Çox kameralı, boru şəkilli ürəkdir. Eyni zamanda xaçlı hörümçəyində boru şəkilli ürəyi var. 5-6 ortaq xüsusiyyətləri idi. 1, 4, 2-yə, 2, 3 də 1-ə getdi. Cavab D variantı. 19. F ilə işarələnmiş dişi homogametliyə malik ikevli bitkinin endosperm hüceyrəsindəki cinsiyyət xromosomları X formasındadır və bu bitkinin toxumlarında əmələ gələn bitki hansı olar? Əgər endosperm hüceyrəsindəki cinsiyyət xromosomu XXX-dırsa, deməli sperm XY-dır. Bizə ya X-i verə biləcək, ya da Y qametini verə biləcək. Və burada endosperm baxırıq. Endosperm mayalandırır bir sperm. Endosperm 2X-dır. Əgər 3 dənə X biz burada hal-hazırda görürüksə, deməli bu X-in biri spermdir ki, onu mayalandırıb. Deməli bizə sperm X qametini verib. Cədvəldə də baxsaq, dişi bitkidirsə, yalnız 4-ü mən götürə bilərəm. Çünki yalnız X qametini verib, yalnız 4. Baş verən aşağıdakı proseslər haqqında hansı müəttalar doğrudur? X orqanı öd hazırlayırsa, deməli bu qaraciyərdir. Qaraciyərdə hazırlanır öd. Lipazadırsa mədə, mədə-altı vəzdə deyə bilərik. 21-ci sualda baxaq. Deməli, A prosesi ödün təsiri ilə yağın kimyəvi parçalanmasıdır. Yağın kimyəvi yox, mexaniki parçalanması olar A prosesdə. Hər iki proses həzm kanalının eyni şöbəsində gedir. Hər iki proses həzm kanalının eyni şöbəsində gedir. Bəli, tutaq ki, hər iki proses qaraciyər mədə-altı, bəli. Üçü doğru variant kimi götürərəm. B prosesi A prosesindən fərqli olaraq həzm kanalının X orqanında, B prosesi isə Y orqanında gedir. Dedik ki, hər iki proses nazik bağırsaqda gedir. 2-3 B variantı. İnsanın skeletində dik yeriməklə əlaqəli deyil, artıq əzbər bilirik, dəfələrlə işləmişik. Bu testlərdən kəllənin beyin şöbəsinin böyük olması dik yeriməklə əlaqəli deyil. Amma esvarə, əyriliyi, ayağın tam şəkilli olması, aşağı ətrafların, qurşaqların enli olması, döş qəfəsinin yanlara doğru genişlənməsi hər biri dik yeriməklə əlaqəli idi. 23-cü sual. Sağlam qadında orqanizmində 28 günlük aybaşı disiplini nəzərə alarıq. Aha. Deməli, 28 günlük aybaşı disiplində 5-6 gün aybaşı fazasıdır, 9-10 gün aybaşıdan sonraki fazasıdır, 14-cü gün ovulyasiya baş verir və sarı cisim fazası artıq başlayır. Sarı cisim fazası 14 gün davam edir. A, bir sikldə sarı cisim fazasının müddəti 14 gündür. Ovulyasiyanın baş verdiyi gün 14-cü gündür və qadın orqanizmində yetişə bilən minimum yumurta hüceyrələrinin sayı 350 ədəddir. Minimum 350, maksimum 500 ədəddir. Yəni qadın orqanizmində yetişə bilən yumurta hüceyrələrinin sayı minimum dediyinə görə 350 ilə hesablayırıq. Gətirib qoyaq yerinə 350-ni bölək A-nın qiymətinə 14-ə və çıxaq 14-ü. 350-ni 14-ə böləndə edir 25. Ondan da 14 çıxanda cavab olacaq 11. Maraqlı sual idi. 24-də Paleozoy erasının Perm dövründə uçan onurğalar yaranır. Uçan onurğalar yaranıb Yurada. Yırtıcı dişli sürünənlər yaranıb Perimdə. 2-ni götürərəm. Tiroidlərin nəsli kəsilib Perimdə. Hörümçəklər meydana çıxır daş kömürdə. Götürmərəm. Rüşeym kökçüyü əmələ gətirən generativ orqan meydana çıxır. Yəni, rüşeym kökçüyünü əmələ gətirən generativ orqan nə deməkdir? Yəni, toxumdan söhbət gedir. Toxum da devonda meydana çıxıb. 5-i götürmərəm. Daş kömür meşələri yox olub Perimdə. Cavab 2, 3 və 6. 25-ci şəkil xloroplastın şəklidir. Histologiya mövzusundadır. Dəfələrlə demişəm. Tərkibində kristlər var, mitoxondriyaya aiddir. Monosaxaridlərin sintezində iştirak edir. Bəli, plastidlər monosaxaridlərin sintezində iştirak edir. Məsələn, karbohidrat. 2-ni götürərəm. Tərkibində izola sintez olunur. Bəli, 3-ü də götürərəm. Prokaryotlarda və eukaryotlarda rast gəlinir. Eukaryotlarda bəli, amma prokaryotlarda rast gəlinmir. 4-ü götürmərəm. 5 hücrə tənəffüsündə iştirak edir. Mitoxondriyaya aiddir. Bölünmə yolu ilə çoxala bilir plastidlər? Bəli. 2, 3 və 6.
Daha sonra 26-cı sual, doğru ifadələri müəyyən edin. Ayda əmöbdür, sarkomastikaforlar tipinə aiddir, sarkodinlər sinifindədir. Yaşıl ev dilində sarkomastikaforlar tipinin qamçılar sinifinə aiddir və infizor tərlikdir, yazaq üstündə. İnvizor tərlik də kirpikli infizorlar sinifinə aiddir. Yuxu xəstəliyinin törədicisi, yəni tripanosomlar, parazitdir tripanosomlar. Y, yəni yaşıl evliliyin ilə eyni sinifə aiddir. Bəli, hər ikisi qamçılar sinifinə aiddir. Leishmaniya da yenə leishmaniyoz xəstəliyin törədir. Qamçılar sinifinə aiddir. Z orqanı ilə eyni sinifə aiddir. Xeyr, bu infizor tərlikdir. Çünki infizorlar tipinə aiddir. Eyni sinifə aid deyil. Biri qamçılar sinifidir, biri infizorlar sinifidir. İki səhvdir. Toksoplazma X və Y orqanizmi ilə eyni tipin nümayəndələrdir. Toksoplazma koksidik kimilərin nümayəndələrdir. Xeyr, X və Y-nin eyni tipin nümayəndəsi deyil. X, Y, Z orqanizmləri 3 müxtəlif tipin nümayəndələridir. X ilə Y eyni, Z isə müxtəlif tipin nümayəndələridir. Düzdür. X, Y və Z orqanizmləri 3 müxtəlif yox. X ilə Y bir, Z isə ayrı bir tipin nümayəndəsidir. 4 də səhvdir. 2 müxtəlif sinfin nümayəndələridir. X və Y. X və Y orqanizmləri 2 müxtəlif sinifin nümayəndələridir. Əmöb düzdür. 1 ilə 5. Qabırğaların sayını tapsam, 13 dənə fəqərə, 26 qabırğa. Deməli, parapiteklər başlanğıc verir hippona, orangutana və driopiteklərə. Driopiteklər də başlanğıc verir şimpanzi, avstropitek və gorillaya. Deməli, Z şimpanzidir. X-in müasir növlərində döş qəfəsi qır sümükdən ibarət olduğunu bilərək sxemə əsasən, X-in müasir nümayəndələrində deməli, şimpanzidə də 40-dır. Deməli, X olacaq, hippon, onda da 40-dır. Çünki deməli, Y-də də qaldı orangutan. Deməli, 1 X-ə getdi hippon, 1 B, X-a B, Y-ə gedəcək orangutan, C, Z-ə də gedəcək şimpanzi, D. 1B, 2C, 3D. Pasiyent həzm sisteminin keçək situasiyaya, pasiyent həzm sistemi orqanlarının müayinəsi üçün həkimə müraciət edir. Həkim ilk olaraq tibb bacısından onun ağız suyunu sınaq şüşəsinin yığmasını istəyir. Pasiyentə televizorda səssiz qida reklamı göstərilir. Ağız suyu yığdıqdan sonra sınaq şüşəsinə əvvəlcə müəyyən miqdarda nişasta, daha sonra müvafiq temperaturda saxladıqdan sonra isə yod məhlulu əlavə edilir. Və bu zaman, bu təcrübə nəticəsində həkim ağız suyunun tədqiq olunan fermentinin öz funksiyasını lazımi səviyyədə yerinə yetirdiyini müəyyən edir. Bir sınaq şüşəsində isə lizosim aktivliyi tətbiq edilir. Həkim qeyd edib ki, lizosimin aktivliyi normaldır. Nəyə əsasən həkim ağ sınaq şüşəsi ilə bağlı nəticəyə gəldi? Deməli, ağız suyunda karbohidratlara belə deyək, təsir edən amilaza və maltoza fermentləri var və bu həkim də deməli, həmin o nişastanı tətbiq etməklə baxıb ki, yoxlayıb ki, ağızda amilaza və maltoza fermentləri ifraz olunur ya yox. Ona görə belə bir sınaq şüşəsi ilə bağlı belə bir nəticəyə gəlir ki, bəli, ağız suyunda karbohidratlara təsir edən amilaza və maltoza fermentləri olduğuna görə göyün tül bənövşəyə əgər çevrilməsinə səbəb olmursa, deməli fermentlər nişastanı parçalayır və düz işləyir. 29-da həkim tərəfindən B sınaq şüşəsinə tədqiq edilən maddə hansı üzvü birləşmələrə aiddir? B sınaq şüşəsinə lizosim, zülal mənşəlidir dedik. Bu üzvü birləşmələr insan hüceyrəsində hansı 3 müxtəlif orqanoiddə sintez oluna bilər? İnsandan söhbət gedirsə, əslində zülallar
Ribosomda yaza bilərik. Ribosomda, dənəvər endoplazmatik şəbəkədə və mitoxondrida sintez oluna bilər. Əslində xloroplastı da deyə bilərdim, amma burada bizdən insan hüceyrəsi dediyinə görə xloroplastı götürmürük. Mitoxondri, dənəvər endoplazmatik şəbəkə və ribosom deyə bilərik 29-cu sualda. 30-cu sualda isə pasientdə televizordakı reklam nə məqsədi ilə göstərildi? O məqsədi ilə göstərildi ki, ağız suyu ifraz olunsun. Bu zaman onda refleksin hansı qrupu müşahidə olundu? Deməli, avtomatik olaraq şərti refleks müşahidə olundu. Birə yazarıq ağız suyu ifraz olunsun deyə və ikinci bənddə də yaza bilərik şərti refleks, şərti. Pasient müayinə olunan orqanlar sisteminin fəaliyyətini tənzimləyən baş beyin şöbəsinin adını və şəkildə hansı rəqəmlə... Aha, uzunsov beyin